Salam, hörmətli abituriyentlər və dəyərli müdavimlər. Bu gün sizlərə Qədim Misir mövzusunun izahatını verəcəm. Qədim Misir mövzusuna keçdiyimiz zaman ilk öncə qeyd edirik ki, coğrafi mövqeyindən danışaq. Qədim Misir Afrikanın şimal-şərqində yerləşirdi. Şimal-şərqində yerləşir. Bu ərazi Misir ərazisidir və burada 40-a yaxın nomlar var idi, yoldaşlar. Nom nədir? Ümumiyyətlə biz nom ifadəsinin nə olduğunu baxaq. Vilayət mənasını verirdi. Hər bir nomun özünün hökmdarı, özünün idarə etməsi, özünün mərkəzləri var idi. Onların əsas məqsədi Misri vahid şəkildə birləşdirmək istəyirdi. Misir haqqında eramızdan əvvəl 5-ci əsrdə Herodot demişdi ki, bu əraziyə ad vermişdi. Nilin tövbəsi adlandırmışdı Misir ərazisini. Və biz Misir mövzusunu keçərkən iki ifadəyə rast gələcəyik. Bir damba ifadəsi var, bir də şadov ifadəsi var. Bilirik ki, Misir əhalisi əsasən Nil çayının sahillərində məskunlaşmışdı. Niyə sahillərində? Çünki əkinçilik üçün münbit torpaqlar olduğu üçün insanlar o ərazidə məskunlaşmışdı. Gəlin baxaq, şadov nədir, bir də damba nədir? Nil çayından yuxarıda olan əraziləri sulamaq üçün qurulan qurğuya şadov deyilirdi. Damba isə Nil çayını əgər yaz və payız ayları xüsusən də bol sulu olan dövrlərdə çay daşqınlar baş verirdi və bu daşqınların qarşısını kəsmək üçün bəndlər tikilirdi və bu bəndlərə isə biz damba deyəcəyik, yoldaşlar. Nəhayətində eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısında Nil çayı ətrafında yuxarı Misir və aşağı Misir padşahlıqları yarandı. Yuxarı Misir və aşağı Misir dediyimiz zaman biz bunu necə öyrənəcəyik? Yəni adına uyğun deyil, biraz əksi olacaq. Deməli, əgər yuxarı Misir deyilsə, yuxarı Misir bu ərazi olacaq, aşağı Misir deyilsə, bu ərazi olacaq. Yəni, yuxarı Misir cənubda, aşağı Misir isə şimal ərazisində yerləşir. Yəni, tam əksinə olmuş olur. 4-cü minilliyin ikinci yarısında yuxarı və aşağı Misir padşahlıqlarının yaranmasını qeyd elədik və eramızdan əvvəl 4-cü minillikdə, artıq 4-cü minilliyin sonlarında vahid Misir dövlətinin əsası qoyulur və bu dövlətin ilk paytaxtı Memfis şəhəri olur. Yəni, paytaxt olaraq qeyd etsə, eramızdan əvvəl 4-cü minilliyin sonunda, ta ki, eramızdan əvvəl 2-ci minilliyə qədər olmuşdu paytaxt Memfis şəhəri. 2-ci minillikdə isə paytaxt Fiv şəhərinə köçürülmüşdü, yoldaşlar. Gəlin, indi baxaq, idarəetmə quruluşunda necədir? Biz idarəetmədə 3 şəxsin, yəni 3 idarəetmə quruluşundan danışacaq. Biz Firondan, Satidən, bir də Kahinlərdən danışacaq. Firon Günəşin oğlu adlandırılırdı. Kahin tərəfindən, yəni Kahin Fironu Günəşin oğlu adlandırırdı. Hakimiyyəti qeyri-məhdud hakimiyyətə malik idi. Müharibə zamanı orduya baş komandanlıq edirdi. Sonra keçirik Sati. Sati isə ali məmur idi. Bu isə Firon yəni bu vəzifəyə öz oğullarını təyin edirdi. Qısa olaraq bunu öyrənəcək ki, Sati ali məmur idi, öz oğulları, yəni Fironun oğulları bu hakimiyyətdə olurdu. O əsasən gördüyü işlər dəftərxana, dövlət xəzinə, yəni pul işlərinə baxan şəxs idi bu. Ondan sonra kahinlərə keçdik. Kahinlər isə biz tarixin bir çox yerlərində bunu görəcəyik ki, kahin dini işlərə baxırdı. Elə Misirdə də kahinin gördüyü iş dini işləridir. Bu dövrdə Misirdə qullar canlı ölülər adlanırdı. Biz Misiri keçərkən adətən 3 dənə hökmdarın adını çəkirik. Hansı hökmdarlardır? Bu deməli 1-ci Tutmoz, 3-cü Tutmoz və 2-ci Ramzesin adını çəkirik və bəzən şagirdlər sual verir ki, mənim tək Misirdə elə 3 dənə hökmdar olub. Yəni təbii ki, bu belə deyil. Bunun əsas səbəbi nədir? Biz Misirin ən qüdrətli dövrünü öyrənirik və ən qüdrətli dövründə olan hökmdarları biz öyrənirik. Demək, bu zaman biz belə bir qənaətə gəlirik ki, eramızdan əvvəl 2-ci minillikdə Misirin ən güclü və ən qüdrətli dövrü olur və bu dövrdə olan hökmdarları öyrənirik. Gəlin, baxaq görə bu dövrdə hansı hökmdarlar var? 1-ci Tutmosdan danışacaq, 3-cü Tutmosdan və 2-ci Ramzesdən danışacaq. Deməli, 1-ci Tutmos hər birində işğallar var və bizim üçün ən önəmli olan məsələ isə bunların hansı əraziləri işğal etməsidir. Ən çox sual buradan gəlir. 1-ci Tutmosun işğal etdiyi ərazi Fələstin və Suriya əraziləri olmuşdu və ilk dəfə olaraq Misirin sərhədləri Fərat çayına qədər gedib uzanmışdı. Yəni artıq Asiyaya qədər gəlib çıxmışdılar. Misirin cənubunda isə Nubiya ərazisini tutmuşlar. Onda qeyd edirik ki, Misirin şimalında Fələstin və Suriyanı, Fərat çayına qədər olan torpaqları, cənubunda isə Nubiyaya qədər olan torpaqlar tutulmuşdu. Kimin dövründə? 1-ci Tutmosun dövründə. İndi isə keçirik 3-cü Tutmosda. Bax, 1-ci Tutmos nə dedik? Fələstin Suriya tutmuşdu.
Eyni üçüncü tutmosda da Fələstin və Suriyanı deyəcək. Əlavə olaraq Finikiyanı bura əlavə edəcək. Bir də yoldaşlar, üçüncü tutmosun dövründə ölkədə canişinlər, yəni vasitəsilə idarə etməyə başlayıb. İdarə etmədə canişinlərdən istifadə etmişdi. Bu hissəni də qeyd edəcəyik. Ondan sonra keçirik 2-ci Ramzesdə. 2-ci Ramzesin hakimiyyət dövrü 13-cü əsrlərə aid edilirdi. O, Afrikada olan bir çox üsyanları yatırmışdı. Biz əsasən bunun dövründə dünyada ilk dəfə beynəlxalq müqavilə olan Kadeş müqaviləsi və bu Kadeş müqavilə tərəfdarları kim idi? Gəlin indi ona baxaq. Deməli, Misirlə heç mübarizə aparmışdı. Əsas bu mübarizə Suriya uğruna gelirdi. Xüsusən də Suriyanın şimalı əraziləri uğrunda mübarizə gedir. Və sual verirsinlər, niyə məsəl üçün sırf Suriyanın şimal ərazisi? Bunun əsas səbəbi həmin dövrdə Suriyanın şimal hissəsində daha zəngin meşələr olduğu üçün və hər bir hökmdar orada böyük bir saray tikmək niyyətində idi və bunun uğrunda mübarizə gedirdi. Yəni ona görə məhz Suriyanın şimalını tutmağa cəhd göstərirdilər. Və nəhayətində deməli Misirlə Het arasında Kadeş müqaviləsi bağlandı. Gəlin bu müqavilənin şərtlərinə baxaq. Bayaqları 2-ci Ramzesin dövründə tutulan Fələstin və Finikiya əraziləri Misirin tərkibində qalır. Burada sadəcə biz Suriya ərazisini böləcəyik. Suriya iki yerə bölünür. Bir şimali Suriya var, bir cənubi Suriya. Həmin o şimali Suriya uğrunda mübarizədə Hetlər qalib gəlir. Yəni şimali Suriyanı Hetlər tutmuş olur. Cənubi Suriya isə Misirlilər ərazisində, Misirlərdə qalır. Və tərəflərdə əgər hər hansısa bir başqa bir dövlətin hücumu olardısa, onlar bir-birlərinə yardım etməli idilər. Gəldik eramızdan əvvəl 1-ci minilliyə. Biz sizlərlə qeyd etdik ki, 2-ci minillik Misirin ən qüdrətli dövrüydü. Bunu bu şəkildə yadda saxlayacaq. Amma 1-ci minillik Misirin dağılmaq dövrüydü. Yəni hakimiyyət uğrunda mübarizə getdiyinə görə bu dövr artıq Misirin parçalanmasına gətirib çıxarırdı. Və eramızdan əvvəl 525-ci ildə Pelusiya döyüşündə Əhəmənilər Misiri işğal edir. Eramızdan əvvəl 332-ci ildə Makedoniya İskəndər Misiri Əhəmənilər ağalığından qurtarır və öz hakimiyyəti altına salır. Eramızdan əvvəl 30-cu ildə isə Misir Roma əyalətinə çevrilmiş olur. Gəlin keçək indi şagirdlərin heç sevmədiyi mədəniyyət mövzusuna. Qədim Misir mədəniyyətinə gəldikdə isə biz qeyd edirik ki, 4-cü minilliyin sonlarında Misirin Mesopotamiya ilə əlaqələr qurmuşdu. Şumerlərin möhürlərindən də istifadə etmişlər. Və biz hər bir mövzudan, qədim dövlətləri keçərkən onların bizə ən önəmli olan məsələləri bir yazıları idi ki, bunlar hansı yazılardan istifadə etmişdi? Misirdə ilk yazı şəkili yazı olmuşdu yoldaşlar. Şəkili yazı. Biz burada oxşarlıq gətirdik ki, Mesopotamiya ilə və yaxud da Şumerlərlə də oxşarlıq veririk. Oxşarlıq ki, hər ikisində ilk yazı şəkili yazı və yaxud da piktoqrafik yazı olmuşdu. Sonradan isə artıq hieroqlif yazılarına keçmişdilər Misirlilər. Bunu biz necə oxşarlaşdıra bilərik? Azərbaycan tarixində Manna ilə və ümumi tarixdə isə Çinlə oxşarlıq gətirə bilirik ki, Çində də, Mannada da, Misirdə hieroqlif yazılarından istifadə edilmişdir. Bu tipli oxşarlıqlar çox gəlir yoldaşlar. İndi isə keçirik təhsil sahəsinə. Təhsil sahəsində məbədlərdə, məktəblərdə tədris olunurdu. Burada isə həndəsə əsas fən hesab edilirdi. Bir də siz kitabınızda görərsiniz ki, Misiri qızıl ölkəsi adlanmışdı. Amma Misirin özünün qızılı zəngin deyildi. Xaricdən alıb gətirirdi qızılı. Bəs yaxşı, Misir niyə qızıl ölkəsi adlanır? Çünki buğda, arpa daha zəngin idi. Onların rəngi qızılı rəngi olduğu üçün Misiri qızıl ölkəsi adlandırmışlar. Astronomiya sahəsindən gəldikdə isə əsas ulduzlu göyün xəritəsini, günəş və su saatını yaratmışlar. Xüsusən də Nil daşqın dövründə təqvimlər yaratmış. Yəni bu dövr daşqın dövrüdür. Daşqın olmayan dövr belə bir fəsillər yaratmışdılar özlərinə görə. Və həndəs sahəyə gəldikdə isə yoldaşlar biz onluq hesablama sistemini qeyd edəcəyik. Burada onluq hesablama sistemində Şumerlərdə də görəcəyik biz. Şumerlərdə əlavə olaraq da 60-lıq hesablama sistemində əlavə edəcəyik Şumerlərdə. Tibb sahəsinə gəldikdə isə artıq bunlar cərrahi əməliyyatların aparılması, göz, diş xəstəliklərinin müalicəsi, mumyalanmalar
o dövrdə olan mumyaların da hələ də muzeylərdə qaldığını görürük. Dini və əfsanələrə gəldikdə isə çox tanrılı idi. Xüsusən qeyd edirik ki, burada baş tanrı kim idi? Amon idi və günəş tanrısı Ra adlanır. Yəni iki dənə əsas tanrıdan danışacağıq. Amon və Ra. Burada qarışdırmırıq yoldaşlar. Deməli, Şumerlərdə də baş tanrı var. Baş tanrı. O isə kim idi? An idi. Burada isə Amondu. Bu necə yadda saxlayırıq? Misir. Bu şəkildə yadda saxlaya bilərik yoldaşlar. Misir ehramlar ölkəsi adlanır.